Fatihə surəsi 3-cü ayənin təcvid qaydasında təhlili Ər-Rahmanir-Rahim. Bu kəlməni dedikdə ra hökmü qalındır. Hə hərfi boğazın demək boğaz hərfidir. Mənin üstündə gördüyünüz kimi uzunluq işarəsi var. Yəni təbii mədli hərfdir. Nir-Rahim dedikdə ra hərfi burada yenə qalın oxunur. Him kəlməsi burada sonda gəldiyinə görə burada gördüyünüz kimi yazılır 1-4 əlif, yəni 4 hərəkət miqdarında uzadıla bilər. Bu mədd aris hökmündə olacaq və sondakı mim hərfinin üstündə sükun peyda olacaq, çünki vəqfə gedir. Ona görə bir də oxuyuram. Ər-Rahmanir-Rahim. 4-cü ayə. Maliki yevmiddin. Maliki yevmiddin kəlməsini dedikdə mim hərfindən sonra təbii mədli əlif hərfi gəlir. Maliki li dilimizdəki l hərfinin məxrəci kimidir. Ki dilimizdəki k hərfi kimi deyilir. Maliki yevmi burada diftong var. Yavmi yox, yavmi şəklində deyəcəyik. Yavmiddin. Əddin kəlməsi burada izhar-ı şəmsiyə var. Əslində əl-dini idi, oldu əddini və sonda di kəlməsi mədd aris hökmündə olacaq və 4 hərəkət miqdarında uzadıla bilər. Sondakı nun hərfinin üstündə sükun peyda olacaq vəqfə getdiyinə görə və nun hərfində burunda izhar olacaq. Maliki yevmiddin şəklində oxuyacağıq.